Salam, hər vaxtınız xeyirli olsun, əziz xalqım, uca millətim. Bu günlərim mən sizə 2024-cü il sentyabrın 29-da Fransanın Mülhaz şəhərində amansızcasına qətlə yetirilən kiçik qardaşım Vidadi İskəndərlinin qətlini maliyyələşdirən təşkilatın adını açıqlayacağam. Bu təşkilatın adı Sokar Dövlət Neft Şirkətidir. Onun adı istintaqda keçirilir. Hesab edirəm ki, istintaq bunu sübut edəcəkdir. Bundan əvvəl 2021-ci ildə Fransanın Nant şəhərində Azərbaycandan gələn ondan çox killerlər, başda Emin Naxçıvanski olaraq Məhəmməd Mirzəlini qətlə yetirilmək istəyərkən bu killerlər həbs olunmuş və onların telefon danışıqlarında Sokar Neft şirkətinin yüksək rütbəli əməkdaşlarının adı istintaqda hallanır. Həmin məhkəmə gələn il mayın 26-dan iyunun 8-nə qədər Fransanın Ren şəhərində olacaq. Hesab edirəm ki, mən də həmin məhkəmədə çalışacağam ki, iştirak edim. Əziz həmvətənlər, bunu siz hamı bilməlisiniz. Artıq Sokar Dövlət Neft Şirkəti Azərbaycan xalqının milli sərvətlərindən əldə edilən milyardları Azərbaycan xalqının milli maraqlarına yox, Azərbaycan hakimiyyətinin saxlanması üçün xaricdən Azərbaycan hakimiyyətini tənqid edən siyasi blogerləri susturmaq üçün kriminal qrupları maliyyələşdirən bir təşkilata çevrilmişdir. Bu təşkilatın əsas aparıcı rəhbərlərindən olan Anar Əlizadə və Adnan Əhmədzadənin adı da istintaqda keçir. İcazə verin, Vidadi İskəndərlinin həyatı haqqında, tərcüməyə halı haqqında qısa məlumat verim. Bunu bilənlər də var, bilməyənlər də var. Mən bunu tarix üçün deyirəm ki, gələcək nəsillər bilsin ki, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və şəhidlik yolunu seçən Vidadi İskəndərlinin tərcümə halını qoy hamı Azərbaycan xalqı bilsin. Vidadi İskəndərli 1962-ci il mayın 2-sində Göyçədə ziyalı ailəsindən doğmuşdur. Orta məktəbi təhsili rus dilində almış və 1983-cü ildə həmin dövrdə keçmiş Sovetlər Birliyində 3 hüquq akademiyası vardır. Biri Moskva şəhərində, biri Sverdlovskida, biri isə Xarkov vilayətində. Vidadi İskəndərli Xarkov şəhərini seçir və burada o hüquq akademiyasının məhkəmə prokurorluq fakültəsinə daxil olur. 1989-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirərək Ukraynanın müstəqillik tarixində yeganə adam olur ki, Ukrayna prokurorluğunda fəaliyyətə başlar. Ukraynanın Nikolayev şəhərində xüsusi mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışır və onun bir neçə ağır cinayətlərin üstünü açdığına görə Ukraynanın Respublika prokurorunun müavini onu qəbul edərək Nikolayev vilayət prokurorluğunun ağır cinayətlərə dair istintaq idarəsinə rəhbər təyin edir. 1992-ci ildə Azərbaycan artıq müstəqilliyini qazanıb. Vidadi İskəndərliyə Azərbaycandan siyasi dairələrdən mesaj gəlir ki, Azərbaycana gəl və tezliklə Respublikanın baş prokuroru vəzifəsində çalışacaqsan. Həmin dövrdə Vidadi İskəndərli Azərbaycana gəlir və 92-ci ildən 93-cü ilə qədər müstəqil Azərbaycanın deməli dövlətində prokurorluqda fəaliyyətə başlar. Lakin hamımıza məlumdur ki, 93-cü ildə Azərbaycanda dövlət çevrilişi başa çatır və milli demokratik dövlətimiz hakimiyyətdən getdiyi üçün hakimiyyətə irtica qüvvələr gəlir və Vidadinin işi çətinləşir. 2007-ci ilə qədər Bakı şəhər prokurorluğunda mühüm vəzifədə işləyir, lakin korrupsiya və rüşvətin amansız tüğyan etdiyini görüb vəzifədən istefa verir. Və 2007-ci ildə demokratiyanın müdafiəsinə kömək ictimai birliyini ikimiz yaradırıq və o hüquq müdafiəsi kimi fəaliyyətə başlayır. 2010-cu ildə Azərbaycan parlamentinə seçkilər zamanı Ağdaş Göyçə seçki idarəsindən müstəqil namizədliyini verir və seçicilərin böyük əksəriyyətinin 90%-ə qədər səsini alır. Lakin hakimiyyət onu deputat mandatından məhrum edir və bundan əlavə 2010-cu il mayın 2-sində ad günü ona seçicilərin hüquqlarını pozmaq, seçicilərə fiziki zor tətbiq etmək kimi absurd bir cinayət işi qaldıraraq 3 il azadlıqdan məhrum edirlər. Həbsxanadan çıxdıqdan sonra fəaliyyətini davam etdirir və onun keçmiş iş yoldaşları ona məlumat verir ki,
Vidadi səni öldürəcəklər, Azərbaycanı tərk et. Və 15-ci ildən sonra Gürcüstana gəlir və mən də həmin dövrdə onunla birlikdə fəaliyyətə başlayırıq. Gürcüstanda da məlum hadisələr bilirsiniz. Yəni həmin dövrdə biz Gürcüstanda mühacirlər Azərbaycan səfirliyi qarşısında ölkədə insan hüquqlarının pozulması, korrupsiya və rüşvətə qarşı dinc mitinqlər keçirirdik. Həmin dövrü yaxşı xatırlayıram. Eynullah Fətullayevin Haqqın saytında belə bir məqalə dərc olunur ki, Qərb Gürcüstanda inqilab yuvası yaradıb. Bu inqilab yuvasını beşiyində boğmalıyıq. Və bir neçə gündən sonra araşdırmacı jurnalisti, Azərbaycan xüsusi xidmət orqanları Azərbaycandan Gürcüstana gələrək onu oğurlayıb Azərbaycan sərhəddində həbs edirlər. Bundan əvvəl hamımıza məlumdur ki, mayın 25-də Gözəl Bayramlı Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri Gürcüstandan müalicədən Azərbaycana qayıdarkən onu şər böhtanla həbs edərək 3 il azadlıqdan məhrum edilər. Beləliklə, əziz həmvətənlər, beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri bizə qəti bildirirlər ki, sizin bizdə məlumat var, həyatınız üçün böyük bir qəsd ola bilər, ölkəni tərk edin. Və 2017-ci ildə mən qardaşımla Fransanı seçdik və Fransaya gəldik. 2024-cü il sentyabrın 9-da Vidadi İskəndərini Fransada Sokar Dövlət Neft Şirkətinin maliyyəsi dəstəyi ilə kriminal qruplar amansızcasına qətlə yetirilmişdir. Bu istintaq başa çatmayıb. Avropada istintaq bir qədər uzun müddət davam edir. Bu istintaqın nəticələri haqqında sizə məlumat verəcəmdir. Əziz həmvətənlər, mən sizə nəyi demək istəyirəm? Azərbaycan xalqının milli sərvəti, 10 milyon xalqın göz tikdiyi, çörək təhnəsi, bizim lori dildə belə deyirik. Neft şirkətinin gəlirləri bugün Azərbaycan xalqının milli mənafelərinə üçün sərf edilmir. Ölkədə əmək haqqının qaldırılması, ölkədə pensiyaların qaldırılması, Qarabağ qazilərinə verilən müavinətin qaldırılması, uşaq pulun verilməsi kimi yox, sadəcə olaraq hakimiyyəti qorumaq üçün, xaricdə siyasi blogerlərin qətli üçün dövlət neft şirkəti Sokar yüksək milyonlarla pul xərcləyir. Mən indi sizə bir misal deyəcəm. Yəni bu internet saytlarında var və Türkiyə mətbuatında da geniş dərc olunmuşdur. Əziz həmvətənlər, 2024-cü ildə Amerikanın Federal Təhlükəsizlik Xidməti, Amerikanın deputatı, kongresmeni Henry Quiller'ə qarşı cinayət tədqiqatına başladılar. Onu suçlayırlar ki, Azərbaycan Dövlət Neft Şirkətinin Meksika banklarına 600 min dollar, təsəvvür edirsinizmi? Bir kongresmenə 600 min dollar rüşvət verirlər. Meksika bankı vasitəsilə Amerika Kongresi Henry Quiller'ə 600 min dollar rüşvət verirlər. Lakin Amerikada bank sistemi şəffaf olduğundan Federal Təhlükəsizlik Xidməti bunu araşdırıb üzə çıxarır və onu istintaqa cəlb edir. O bunu Azərbaycanın deməli mənafelərini müdafiə etmək, Azərbaycançılığın belə deyək ki, Amerikada təbliğatı üçün aldığını bildirir, istintaq gedir, başa çatmır. Mən nə demək istəyirəm, əziz həmvətənlər? Bu bizə və Amerika Federal Təhlükəsizliyinə məlum olan bir cinayətdir. Bir kongresmenə təsəvvür edin 600 min rüşvət veriblər. Bizə hələ məlum deyil ki, başqa kongresmenlərə nə qədər rüşvət veriblər və Avropada çirkli pulların yolunması, landramat hamına məlumdur ki, 10 milyarddan yuxarı bir neçə il müddətində Avropa parlamentinin deputatlarına deməli Sokar rüşvət vermiş və bunlardan Pedro və Argument həbs olunmuş. Almaniyada da hal-hazırda 3 deputatın istintaqı gedir. Mən bütün bunları ona görə deyirəm ki, əziz həmvətənlər, bunu bilin və gələcək nəsillər də arxivdə qalacaq bu çıxış. Bilsin ki, Azərbaycan Dövlət Neft Şirkəti artıq Sokar terrorçu bir təşkilat kimi adı hallanır. Gələcəkdə də ola bilər ki, Azərbaycanın bir terror dəstəkləyən dövlət kimi adının hallanması hamımızı narahat etməlidir. Bundan başqa 2018-ci ildə Azərbaycan Pilatus Bankının Maltadakı filialında və 300-500 milyonluq orada yatırım yatırmış
deməli, ölkənin aparıcı şəxslərinin evladlarının pullarını araşdıran Dafina Galizada maşında partladıb öldürülmüşdür. Burada da SOCAR Dövlət Neft Şirkətinin adı hallanır. Əziz həmvətənlər, baxın Azərbaycan faciəsinə. Baxın Azərbaycan faciəsinə. Bu günlərim 10 milyon Azərbaycan xalqının 5 milyonu qaçqın, 5 milyonu dilənçi halında yaşayır. Ona görə ki, Azərbaycan xalqının milli sərvətləri Azərbaycan xalqının milli mənafelərinin inkişafına yönəldilmir. Bunu hamı bilməlidir. Əziz həmvətənlər, hesab edirəm ki, bu videonu az da olsa bəyənirsinizsə, Azərbaycan Dünya Meridianları kanalına üzv olun və bu kanalı paylaşın. Paylaşın ki, bütün dünyada Azərbaycanlılar bilsin ki, bu günlərim ölkə daxilində və ölkə xaricində hansı siyasət gedir. Növbəti video qədər sizinlə vidalaşıram. Hamınızı uca Allaha əmanət edirəm.